Salam, hörmətli izləyicilər. Vətəndaşlar mənə tez-tez sual verir ki, mənim imkanım yoxdur, vəkil tutum. Mən məhkəmədə özümü necə müdafiə edə bilərəm? Kimlər məni müdafiə edə bilər hüquqlarımı? Və eyni zamanda sual verir ki, məhkəmə işinə əlaqəli sorğunun mən hara verə bilərəm, necə verə bilərəm vəkil olmadan? İndi mən hüquqşünas Seyidzadə qərar gəldim ki, birinci videoda məlumat verəm. Həm etibarnamına bağlı, eyni zamanda sorğunun düzgün verilməsindən bağlı. Əgər kiməsə maraqlıdırsa, videonun sonuna qədər izləsin, bu məlumatları əldə etsin. Qeyd edin ki, ətraflı hüquqi məsələlər almaq üçün mənim telefonuma videonun izahı yerində YouTube kanalı qeyd olunub. Eyni zamanda YouTube kanalı şot bölməsində istənilən videonun üzərində var. Hörmətli izləyicilər. Mövzuya keçməmişdən əvvəl sizdən xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun ki, həmin insanlar hüquqi videolardan xəbər olsun, yəni hüquqi maariflənsinlər. Eyni zamanda xəbərlər olsun ki, mən hüquqşünas Seyidzadə, əli arabasında olduğuma görə, eyni zamanda əli təşkilatının rəhbəri olduğuma görə, dünyanın 40 tanınmış əli şəxsiyyətləri haqqında kitab hazırlamışam. Həmin kitabı 2000 baht satıram. Hazır edilənə müraciət edə bilər kitab üçün. Müraciət edin və əldə edin. Maraqlı motivasiya kitabıdır. Və qeyd edin ki, hörmətli izləyicilər, kimin imkanı varsa kanala dəstəkini iyanə edə bilər. Kart nömrəm, telefon nömrəmdə linkimi videonun izahı yerində qeyd olunub YouTube kanalında. Eyni zamanda YouTube kanalında şot bölməsində var. Qeyd edin ki, həmişə videodan bir hissə şot bölməsinə qoyam. Tam video YouTube'da olub. İzləyə bilərsiniz. Beləni keçən mövzuya. Hörmətli izləyicilər. Əvvəlcədən qeyd edim ki, vəkillərin daha imkanları genişdir. İstənilən şəxs haqqında istənilən sorğunu verib götürə bilər. Amma vətəndaşlara biraz məhduddur. Əvvəl etibarnamə bağlı onu bildirin ki, etibarnamə yaxın qohumlar istənilən şəxsin müdafiə edə bilər məhkəmə zalında. Nəzərəm, bu ata, ana, bacı, qardaş, ərvad ola bilər. Nəzərəm, eyni zamanda ərvadlar, oğul, qızlar ola bilər. Bundan əlavə qeyd edin ki, 18 yaşından çatmamış şəxsi valideynlər etibarnamə olmadan müdafiə edə bilər. Əgər valideynlər qərar gəlsə ki, hər iki valideyn yox, bir valideyn müdafiə etsin, o halda bir valideyn digər valideynə etibarnamə verir ki, uşaqlarımın hüquqlarını